Hoş geldiniz. Bugünkü mənbələr üzərindeki dərin təhlilimize. Bilirsiniz, bəzən iş həyatında elə anlar olur ki, yani ağzınızdan çıxan kiçik bir söz sanki bir minaya bənzəyir. Hə, tamamilə elədir. Özünüzü bir anda, necə deyərlər, uçurumun kənarında tapırsınız. Dəqiq. Siz sadece sade bir faktı dile getirdiğinizi düşünürsünüz ama birden her şey partlayır. Biz bugün məhz Domenico Tedesco'nun Fenerbahçe'den qovulmasının arkasında dayanan o xüsusi ve gözlənilməz səbəbi aydınlaşdıracaq. Yəni, bir çoxları düşünür ki, səbəb sadəcə o acınacaqlı məğlubiyyətdir, amma əslində vəziyyət daha dərindir. Bəli, söhbət əzəli rəqib Galatasaray'a qarşı evdə alınan 0-3 hesablı o ağır məğlubiyyətdən gedir. Amma gəlin bunu biz biraz iş həyatı ilə əlaqələndirək. Təsəvvür edin ki, vacib bir layihəni tamamilə əlinizə, üzünüzə bulaşdırmısınız. Özü də ən böyük rəqibinizin qarşısında. Tam olaraq. Və rəhbərliyə açıqlama verərkən öz komandanızı müdafiə etmək, vəziyyəti düzəltməyə çalışmaq əvəzinə dərhal qayıdıb deyirsiniz ki, baxın, rəqib şirkət bu işi bizdən çox yaxşı bacarır. Vay, yəni o otaqdakı buz kimi havanı təsəvvür etmək heç də çətin deyil. İdarə heyəti üçün derbidəki o 0,3 hesablı məğlubiyyət onsuz da dözülməz bir kabus idi. Elədir. Lakin maçdan sonraki o hadisə rəhbərlik üçün sadəcə taktiki bir xəta deyildi. Bu, sözün əsl mənasında stəkanı daşıran son damla oldu. Gəlin o məşhur cümləni xatırladaq. Tedesco'nun işinə son verən o sitat sadəcə belə idi. Galatasaray çox yaxşı komandadır. Bəli, cəmi 4 kəlmə. Amma bir dəqiqə. Mən burada biraz fərqli düşünürəm. Yəni, rəqibin gücünü etiraf etmək əslində obyektivlik və dürüstlük deyilmi? Niyə reallığı demək, xüsusən də uduzduqdan sonra belə qəbul edilməz hesab olunur? Çünki belə anlarda idarə heyətinin və azərkeşlərin axtardığı ən son şey obyektivlikdir. Fenerbahçe kimi köklü bir klubun, xüsusilə də derbi dinamikası tamamilə fərqli işləyir. Yəni, dürüstlük belə vəziyyətlərdə işə yaramır, deyirsən. Qətiyyən, sən o komandanın baş məşqçisisən. Rəhbərlik sənə o cür ağır zərbədən sonra rəqibi tərifləyən müstəqil bir analitik kimi baxmır. Onlar komandanı qoruyan, darmadandan sonra belə döyüşkən ruh nümayiş etdirən bir lider görmək istəyirlər. Başa düşürəm. Yəni, sən böhran anında öz rəhbərliyinin qarşısında, necə deyərlər, rəqibin vəkili kimi çıxış edə bilməzsən. Məhz belədir. Tedesco'nun o cümləsi sadəcə bir fikir bəyanı kimi yox, komandanın ruhuna və klubun idarə etmə fəlsəfəsinə zidd bir yanaşma kimi qəbul edildi. Bu, psixoloji bir təslimçilik idi. Doğrudan da maraqlı yanaşmadır. Oyuncular paltar dəyişmə otağında məhv olmuş vəziyyətdədirlər, sən isə gedib mətbuata rəqibin böyüklüyündən danışırsan. Bəli, və rəhbərlik də bu təslimçi yanaşmanı bağışlaya bilməzdi. Onlar dərhal qərar verib qapını göstərdilər. Onlara görə bu, klubun qüruruna toxunmaq deməkdir. Bu doğrudan da çox şey izah edir. Deməli, baş məşqçi sadəcə meydandakı fəlakətli hesaba görə işindən olmadı. O, yüksək təzyiqli anlarda rəhbərliyin və klubun emosional gözləntilərini oxuya bilmədi. Tamamilə doğrudur. Bizi dinləyənlər üçün də buradakı əsas dərs odur ki, istər yaşıl meydanda olsun, istərsə də ofisdə, böhran anlarında verdiyiniz reaksiya çox önəmlidir. O ağır zərbədən sonra kimin tərəfinə tutmağınız, ən azı buraxdığınız ilk səhv qədər həll edicidir. İnsanlar rəqəmlərdəki səhvləri bəlkə də unudarlar, amma yanlış zamanda kimin yanında durduğunuzu və ya yanlış zamanda qaldırılan ağ bayrağı heç vaxt unutmazlar. Dəqiq. Bu, istənilən rəqabətli mühitdə yazılmamış bir qanundur. Çox gözəl xülasə etdin. İndi isə, dəyərli dinləyicilərimiz, sizi mütləq düşündürəcək son bir fikirlə təhlilimizi yekunlaşdırmaq istəyirəm. Buyur, eşidirik. Əgər idman əsas etibarilə ədalətli rəqabət və güclü rəqibə hörmət deməkdirsə, görəsən hansı nöqtədə korporativ qürur və əzəli rəqabət hissi obyektiv idman prinsiplərini tamamilə qadağan etdi? Bu sual üzərində mütləq düşünməyə dəyər. Doğrudan da olduqca düşündürücü sualdır. Bugünlük bizdən bu qədər. Növbəti dərin təhlillərdə görüşənədək.